Salam əziz dinləyicilər, Yurd FM-in daimi dinləyiciləri, qonaq gəl bizəni maraqla dinləyənlər, sevərək gözləyənlər gəlmişik, buradayıq. Radionuzun səsini artırın. Sizə yurdumuzun sənətkarını qonaq gətirmişik. Bu dəfə ifaçı deyil, ifanı canlandırandır. Bax, deyəcəm kimdir. Onu təqdim eləyəndə hətta indi özüm də özündən soruşdum, dəqiqləşdirdim. Ən gənc xalq artisti deyə də təqdim eləyəcəm. Azərbaycan Respublikasının ən gənc yaşında xalq artisti adını alan xoreoqraf Rüfət bəy, xoş gəlmisiniz. Xəlzadə, xoş gəlmisiniz. Necəsiz? Salam, hər vaxtınız xeyir olsun, xoş gününüzə gəlir. Xalqımızı da salamlayıram. Hər kəsə xoş günlər arzu edirəm. Necə? Efir öncəsi yaxşı idi. Nəsə belə salamlaşan yaxşısınız. İndi biraz belə. Yəni, ifanı yaradan, yəni mən də keçmiş ifaçı olmuşam. Onu bilmirdim. Mən hər bir xoreoqraf əvvəl rəqqas olur. Yox, mən ifaçı, musiqi ifaçı. Yəni biz də ifaçıyıq. Rəqqaslar da əslində ifanı canlandırırsınız. Rəqsi ifa edirlər. Hətta canlandırırsınız. Rüfət bəy, niyə elə deyirsiniz? Siz nə deyirsiniz? Düz deyirsiniz. Yox, yəni adətən dinləyicilərimiz öyrəşiblər. Biz xanəndələri dəvət edirik. Musiqiçi, dar, kaman da və yaxud da qədim musiqi alətləri ifaçılar fərqi yoxdur. Musiqiçiləri dəvət edirik deyə. Bu dəfə musiqini canlandıran musiqiçi dəvət eləmişik. Çünki siz milli musiqimizi rəqslərlə səhnədə yaşadırsınız. Hər musiqinin hər notunu, musiqinin hər çalarını xüsusi bir düşüncə ilə görüb canlandırırsınız. Ola bilər bunu biz başqa cür duyuruq, amma rəqsdə baxanda tamam başqa bir şey görə bilərik. Mən hər zaman söyləmişəm, rəqs bizim canlı tariximizdir. Bəli. Bizim mədəniyyətimizdə yeganə bir sahədir ki, və bunu mən hər yerdə söyləyirəm və fəxrlə də söyləyirəm ki, rəqs, milli rəqsimiz yeganə bir sahədir ki, milli mədəniyyətimizin bir neçə istiqamətini bir yerə cəm edir. Məsələn, rəqsimizi, milli musiqimizi, folklorumuzu, adətimizi, milli geyimlərimizi, bizim rəqsimizdə xalqımızın kimliyi yaşayır, milli kimliyi yaşayır. Yəni biz rəqsimizə nəzər yetirəndə biz artıq xanımımızın xanımlığını, xatunluğunu, nazını, işvəsini, abır həyasını rəqsimizdə görürük. Kişi rəqsinə baxanda biz mərdliyini, igidliyini, cömərtliyini, vətən sevgisini, məsələn bizim rəqsimizdə bir element var. Kişilər əllərini çəkirlər papağa. Bu bir jestdir, amma kişinin xasiyyətini bildirir. Yəni və bizim kişi rəqsimiz xüsusən igidlik üzərində qurulur. Yəni rəqs böyük bir dəryadır, böyük bir fəlsəfədir və yəni düzdür, söz yox ki, rəqsimizdə böyük inkişaf gedir. Amma biz gərək bu böyük bir mədəniyyəti daha da çox sağ olun ki, siz dəvət eləmişsiniz. Bu bir efir, yəni təbliğat vasitəsidir və əslində çox yaxşı olardı ki, efirlərimiz milli rəqsimizə daha çox yer ayırsın. Və mən artıq ikinci dəfədir sizin studiyadayam. Çox sağ olun ki, məni dəvət eləmişsiniz. İkinci dəfədə artıq buradasınız. Yurd FM-dəsiniz. Və həqiqətən də dinlənilən radiodur və mən maşında da hər zaman dinləyirəm. Çox sağ olun ki, varsınız və həqiqətən də elə yurdumuzu yaşadırsınız, yurdumuzun mədəniyyətini, insanımızın kimliyini insanlarımıza, xalqımıza çatdırırsınız. Var olun. Siz sağ olun ki, gəlmişsiniz. Bu bir öz yerində. İkinci də ona görə təşəkkür edirik ki, siz rəqs biraz çətin sahədir. Ümumiyyətlə, asan iş yoxdur. Hər işin öz çətinliyi var, amma rəqs biraz onu doğru şəkildə təmsil etmək. Xüsusən də bugün dövlət rəqs ansamblının bədi rəhbərliyini etmək, ona rəhbərlik etmək, bunu dünya səviyyəsində təbliğ etmək, təmsil etmək, səhv etməyə haqqınız yoxdur, belə deyək də. Bu çox çətin bir məsuliyyətdir. Mən sizinlə tamamilə razıyam. İnanırsınız ki, səhvdən danışdınız. Deməli, 1980-ci il, hələ mən dünyaya gəlməmişdim. Yəni, Olimpiya oyunları keçirilirdi Sovetlər dövründə və Moskvada keçirilirdi. Mən o səhv deyilən bir sözə gəlirəm.
Və adını çəkməyəcəyəm. Əslində o da xalq artisti, yəni tanınmış bir insan idi. Həmin o Olimpiya oyunlarında hər ölkə, yəni 15 respublika hər öz mədəniyyətini göstərir. İnanın orada Azərbaycan elə bir eybəcər formada, eybəcər geyimlərlə insanın, yəni o xoreoqraf deyir, rəqslərimizi nümayiş etdirmişdi ki, biz bugünə qədər mənfur qonşularımız onu hər zaman bizə göstərdilər ki, bax siz busuz. Halbuki bu deyil. Bizim ən gözəl rəqslər, ən gözəl geyimlər, Qafqazın ən gözəl rəqsləri, ən gözəl geyimləri məhz Azərbaycan türklərinə aiddir. Və sözümü ara getirirəm. Xoreoqrafın bilməməzliyindən, bir yanlışından biz artıq 50 ildir, 60 ildir əziyyət çəkirik və şükürlər olsun ki, video zapislər var. Yəni bizim xalq rəqsimizin, səhnə xalq rəqsimizin banisi, yaradıcısı, mən deyərdim ki, bizim musiqimiz üçün Üzeyir bəy, Hacıbəyli kimdirsə, Əlibon müəllim Abdullayev, Respublikan xalq artisti eyni səviyyədə bir insandır və bizim səhnə rəqsimizi yaradan bir insandır. Onun video görüntüləri var və orada milli geyimiz çuxada, bütün Qafqaz bu geyimi giyinir və o geyimə də kimsə çoxa deyir, kimsə çoxa deyir, kimsə çoxa deyir, amma sözün kökü məhz Azərbaycan dilində də çuxadır və Mahmud Qaşqarinin lüğətində var. Kitab-ı Dədə Qorqudda milli geyimlər haqqında en qədər məlumatlar var və bu bizim milli geyimimizdir. Amma o xoreoqrafın yanlışı nə boyda böyük bir zərər vardı. Və siz yanlış dediniz, həqiqətən də biz xoreoqrafların yanlışa haqqımız yoxdur. Çünki biz bir xalqın mədəniyyətini yaşadan insanlarıq. Və mən onun üçün hər zaman, inanınız ki, mənim iş otağıma girsiniz, xoreografiya kitabları təbii ki, çoxdur, mənim sənətimdir. Amma yanıma gələn dostlarım, yoldaşlarım hər zaman deyirlər ki, sən tarixçisən. Deyirəm, nə üçün? Deyirlər ki, bu qədər tarix kitabı olar. Və çünki bizim sənəti düzgün, dürüst səhnəyə yaradıb, hazırlayıb gətirmək üçün mütləq sən xalqın tarixini bilməlisən. Sən bilməlisən ki, bu xalqın həyat tərzi necə olub. Çünki dağ massivində yaşayan Azərbaycan türkləri bir başqa xasiyyətdədirlər. Aranda yaşayanlar bir başqadırlar və bu musiqidə fərqlənir, geyimdə fərqlənir. Rəqsin ifasında, misal üçün, dağ massivində yaşayanlar daha sərt elementlərlə rəqs edirlər. Aran yerində yaşayanlar daha yumuşaq rəqs edirlər. Yəni, çünki təbiət insanın xasiyyətinə təbii ki, müəyyən öz təsirlərini eləyir və bu rəqsində də, musiqisində də, milli geyimində də yəni biz nə qədər şey sayılıq. Ona görə deyirəm ki, çətindir. Onun üçün mütləq tarixi, mütləq bir insan, məsələn, mən çox vaxt bunu söyləyirəm və bunu mənim artıq borcumdur bunu söyləmək ki, xanımlarımızın kişi kimi rəqs etməsi. Bax, ondan danışacaq. Mən istəyirəm ki, mövzuları bölək. Ətrafında maraqlı danışarıq. Birincisi, xanımlar, birazdan bunlardan danışacaq. Biraz istəyirəm özünüzdən danışım, daha sonra keçəcəyik. Xanımların kişi kimi rəqs etməsi istəyər, adi insan olaraq el məclisində istəyir, rəqqasələrimiz arasındakı var xanımlarımızın oynamağı, bundan danışarıq. Daha sonra bugün səhnə bir tərəfdən, el şənliklərində də artıq milli rəqslər çox böyük yer verilir. Orada necə təbliğ olunur? Bax, bunların hamısına biraz keçid alarıq. Birinci, mən istəyirəm sizin özünüzü tanıyaq ki, rəqsimizi sevən Azərbaycan insanı, hamısı, yurdumuzun insanı, hər kəs Azərbaycan rəqsini sevir, oynamağa çalışır. Əminəm ki, bir 70% uşaqlıqdan ya rəqsə gedib, ya maraq göstərib, ya izləyib, öyrənib evdə, baxaraq öyrənib, fərqi yoxdur. Amma milli rəqsimizi biz çox sevirik və mümkün qədər gözəl oynamağa, rəqs etməyə çalışırıq. Və bugün bu rəqsi bədi Azərbaycan Dövlət Rəqs Ansamblının bədi rəhbəri olaraq, bu yaşda xalq artisti olaraq, 26 yaşında xalq artisti olaraq ən doğru şəkildə təmsil etməyə çalışan bir insansınız. Həmişə mən burada deyirəm ki, bunu hər kəs deyirəm, sadəcə mən özüm dediyim üçün öz sözümü təkrarlayıram ki, hər sahədə mükəmməl olmaq olar, tək onu
doğru şəkildə təbliğ elə, təmsil elə. Məsələn, həmişə deyirəm, Natiq Şirinov nağaranı hara gətirdi, çıxardı. Ənvər Sadıqov qarmondan nə yaratdı? Təbii ki, daha böyük nümunələrimiz var ha. İndi ağlıma gələnləri deyirəm. Üçün bir rəqsdə, bəlkə də siz uşaq vaxtında necə olub ondan danışırım. Rəqsə gedərkən valideyn deyib, ay bala, ged oynaya, həvəsini oyna da, misal üçün. Amma rəqsi gəlib xalq artisti adını alacaq qədər mükəmməl dərəcəyə çatdırmaq, bunun artıq sənətkarı olub, yəni bədi rəhbərini, dövlət ansamblının bədi rəhbərinə çevirmək demək ki, bunun da mükəmməl tərəfi var imiş da, yəni. Neçə yaşından rəqs edirdi Rüfət Xəlilzadə? Heç kəs bilmir ki, yəni onu nə gözləyir qabaqda. Amma yəni istəyəndə olur da. İnanın ki, məni rəqsə ağlada aparım. Doğrudan. Mən uşaq vaxtı erişənliyindən hər kəs öz uşağını, yəni İstir qəşəng oynasın da. İstir ki, yaxşı rəqs eləsin. Məncə rəqsim uşaq vaxtı püstürdü. Və valideynlərim o istedadı məndə gördü və bir qonşumuz var idi, o övladını aparırdı. O vaxtı Tofiq İsmailov adına Cücələrim ansamblı var idi və çox nadir yerlərdə var idi belə dərnəklər və bir çox sənətçilər əslində hələ Natiqin özü də, misal üçün o Dom Pioner deyirdilər o vaxtda. Pionerlər evində. Yəni əksəriyyətimiz oradan çıxmışıq. Və məni inanın yol boyu mən ağlaya ki, mən rəqs istəmirəm. Neçə yaşınız var idi? Onda mənim 6 yaşım var idi. Mən futbola getmək istəyirəm. İnanın ki, yəni Allah şahiddir, mən ilk zala girdiyimdə, mən elə o zalın iyini, yəni kokusunu Anadolu türkülərində demiş, indi necə burnumun uzundadır. Çünki mən o zala daxil olanda müəllimim o vaxtı rəqs ansamblının solistlərindən biri idi. Bəxtiyar Məmcə Ömərdir, onu da salamlayıram. Və mən inanın ki, o musiqini, o ritmi duydum. Allah şahiddir ki, mən sevdim bu sənəti. İnanın mən bunu... İlk dəfə görən kimi o zalı. Və o vaxt heç yadımdan çıxmaz. Bəxtiyar mənim söylədi ki, Ayşə, sən valideynlərdən, yəni kim gəlir? Dedim, mən valideynimlə gəlmişəm. Dedi, zəhmət olmuş, çağır. Mən elə bildim ki, mən istedadsızam deyənə. Uşaq, yəni müəllim çağırır ki, sən rəqsli deyirsən, mən yenə ağlamaq tutdu. Çünki uşaqdır da. Əslində çox ağlayan uşaq olmamışam, amma mənə elə gəldi ki, mən yararsızam və müəllim indi deyəcək ki, bu uşağı bura, yəni rəqsə gətirmiyor. Əksinə Bəxtiyar mənim söylədi ki, uşağın boyu hündürdür, mən onu keçirirəm böyük qrupaya, 6 ayda artıq gəlirdilər. Və belə mən sonra, yəni orada bir xeyləm rəqs elədim. Sonra o vaxtı Bakı Xoreografiya məktəbi idi, indi artıq yəni akademiyadır, ora daxil oldum. Orada yəni rəqsin həqiqətən sirlərini mən orada başladım öyrənməyə. Çünki bilirsiniz, xalq rəqsi təbii bizim milli varlığımızdır. Amma bugünkü sənət mütləq dünyavi səviyyədə olmalıdır və dünya səviyyəsində bu çıxmaq üçün mütləq klassik rəqsi, dünya xalq rəqslərini bilmək lazımdır. Və mənim həqiqətən özümü şanslı hesab etmişəm, çünki mənim sırf bu yöndə olan müəllimlərim, Allah rəhmət eləsin, Ramazan müəllimə, bir çox müəllimlərim var idi ki, bu sənəti, yəni sırf klassik rəqs hər şeyin bugün bir növrəsidir. Və misal üçün səhnədə qaməti düz saxlamaq üçün, yəni pəncövi çəkmək üçün mütləq o istiqaməti hamısını öyrənməlisən və sonra mən davam edeyim yoxsa? Aha, davam edin. Nəfəs aldınız, yox, yəni, yoruldunuz məndən. Yox, siz çox maraqlı danışırsınız, yorulmaq mənasında deyil. Baxdım, reklamların vaxtıdır, sadəcə fikirləşdim, fikrinizi bölməyim, o fikri tamamlayın. Daha sonra reklamdan sonra danışaq görək ki, ağlaya-ağlaya getdiniz bu yolda. Sonra ağladınız, yoxsa ümumiyyətlə nətər oldu? Sevinç göz yaşları olub yalan danışma, hansısa bir şeyi gözəl şəkildə yaradanda təbii ki, indi deyirlər ki, ağlamaz o boş şeydir. Yəni göz yaşı sən görəndə ki, sən Şuşada, bizim ata yurdumuzda, bizim uzun dərəmizi ifa edirsən, təbii ki, insanın gözləri dolur. Amma ora gəlib çatacaq. Ora gəlib çatacaq. Əməkdar artist adını alanda, xalq artisti adını alanda valideynləriniz nədir? İnanınız ki, mən deməli, uşaq ikən mənim heç yadımdan çıxmaz. Mən buradan da salamlayıram. Mənim xoreograf müəllim, balet meister müəllim Fərhad müəllim Vəliyev. Hal-hazırda xaricdə yaşayır, Amerikada yaşayır. Yəni, və hər bir valideyn soruşurdu ki, mənim uşağım necədir? Mənim valideynəm heç vaxt soruşmayıb. Və məndə də o xasiyyət yox idi ki, özümü belə, yəni, belə psixoson sadə dillə özümü soxum, yəni, müəllimin gözünə ki, mən necəyəm.
Və eşitdim ki, anam söylədi ki, bu uşaq belə sakit uşaqdır. İnanmıram bundan, yəni bu harasa geçsin, çıxsın da bu sakitliyi. O söz mənə inan necə təsir elədi. Və mən əməkdar artist alanda 20 yaşında Ulu Öndər tərəfinə Allah yerini cənnət eləsin. Həqiqətən bizim sənətimizə böyük dəyər verib hər zaman. Allah yerini cənnət eləsin. Və mən yubileyimiz idi. Yubileyə artıq hazırlığa gələndə xəbər tutdum ki, mən yəni 20 yaşında əməkdar artist adına layiq görülmüşəm. İndi kim olsa yığar valideynini ki, ay ata məsələ. Həmən o sakit uşaqdır. Mən heç bir xəbər vermədim və bilə-bilə vermədim ki, bilirdim ki, axşam onlar gələcəklər konsertə və oturacaqlar, onlar bir şok, yaxşı mənada şok yaşayacaqlar. Və xalq artisti alanda da 26 yaşında mən Moskvada idim. O şoku necə yaşadılar? Onun bir təəssüratını danışın. Siz səhnədə idiniz, yoxsa siz əyləşmişdiniz? Mən səhnədə idim, mən ifa eləyirdim. O vaxt ki, indi yadımda deyir, yəni kim elan elədi və inanız ki, valideynlərim çıxdılar orada zəng edilib. Bəs sən bilirdin, deyirəm, bəli, bilirdim və xalq artisti alanda da deməli 26 yaşım var idi onunla. Deməli, onu da deyim ki, bizim sevimli bəstəkarımız Polad Bülbüloğlu'nun Eşq və Ölüm deyilən böyük bir rəqs tamaşası var idi, balet tamaşası var idi və mən orada aparıcı rollardan birini ifa eləyirdim. Heç özüm də gözləmədən, yəni mən bir söz sənət adamı gərək onun eşqi ilə yaşamasın. Yəni biz sənətimizlə məşğul olmalıyıq. Yerdə qalanı həm rəhbərlik, həm dövlətimiz, həm dövlət başçımız kimin nə etdiyini onsuz hər kəs görür. Və dəyərini də verirlər. Nəyinsə dalıcan, sən qaçdıqca o səndən daha da uzaqlaşacaq. Sən sənətivə özü həsr elə, sən öz mədəniyyətivə, millətivə, millətivin rəqsinə, musiqisinə özü həsr elə. Yerdə qalanı da Allah kərimdir. Yəni xalq artisti adını alanda nə oldu? Deməli, inanız ki, mənə dedilər ki, bəs artıq belə bir şey var. Mən Moskvadan döndüm, heç nə demədim evdə. Və mənə dedilər ki, axşam xəbərlərində siyahı açılınacaq. Onda siyahı açılınacaq. Mən həmin günü açdım Astavəni və oturmuşuq ailəvi. Atam deyir, nə əcəb səndən xəbərlərə baxsan, deyirəm ki, görək də nə var dünyada, nə var. Həmin günü demədilər. 3 gün sonra, mən hər gün Astavəni açıram, baxıram, heç də demirlər. O bir kinoda var, deyir, indi məni göstərəcəklər, ona dönmüşdü. Və artıq 3-cü gün idi, ya 4-cü gün idi, elan olundu və hamı şoka düşdü ki, ulan sən niyə bunu demirdin? Deyirdim, o sözün o sözü, bəlkə də o söz məni hansısa bir səviyyəyə gətirdi, çıxartdı. Milli musiqi sayəsində bax belə əziyyəti olan bütün sənətkarlarımızı hər zaman qonaq eləyirik. Deməli, Uzundərə elə səslənir, elə özüm dəyişmədim ki, orada qalsın. Azərbaycan musiqilərini bugün istəyirəm ki, fonda səsləndirim. Elə növbəti istəyirsiniz, fonda innabı verimmi? Ənvər Sadıqovdan salamlayırıq Ənvər müəllimi də. Çox gözəl insandır. Çox gözəl də sənətkardır. Elşən bəy də, Ənvər bəy də salamlayıram. Salam olsun buradan onlara. Deməli, hətta həmişə o sözün yeri düşəndə deyirəm Ənvər Sadıqova dedim ki, qarmon sizin üçün nədir? Duyandı tutub həyatım. Həyat tərzi. Əgər sənətkar sənətdə olan insan ona öz həyat tərzi kimi baxmırsa, inanız ki, mən indi ola bilər inanmayasınız, amma Allah şahiddir ki, mənim hər dəqiqəm bu sənətlə bağlıdır. İnanız, bəzən olur, yuxularımda belə rəqs görürəm. Yəni, bu səmimi sözümdür. Neçə ildir rəqs edirsiniz? 6 yaşınızdan? Artıq 45 yaşım var. 39 ildir. 39 deyə ondan deməli, mən 97-ci ildən dövlət rəqs ansamblında çalışıram. Təbii ki, əvvəli ifaçı kimi, sonra solist kimi, sonra asta-asta xoreograf kimi və artıq bugün də rəqs ansamblının rəhbəriyəm və neçə ildir rəhbərsiz? Mən artıq 9-cu ildir, 9 ildir və bilirsiniz, rəqs həqiqətən çox strateji bir yerdir. Bir zamanlar var idi, yəni bəzən deyirlər, təkrar mütləq lazımdır. Təkrar biz tariximizə baxıb ibrət almalıyıq və gələcəyimizi onun üzərində qurmalıyıq ki, müəyyən səhvlər etmişiksə onları biz də etməyik. Bir zamanlar Sovetlər dönəmində
mən bayaq söylədim, bizim xalq artistimiz, bizim səhnə xalq rəqsimizi yaradan insan Əlibab müəllim Abdullayev kimi bir şəxsiyyəti Sovetlər zamanında sənətdən uzaqlaşdırdılar və yerinə erməni soylu bir insanı gətirdilər, Stepan Popov. Və inanın bu erməninin sənətin başına gəlməsi ilə bizim kişilərimizin milli geyimimiz dəyişdi. Papaqlarımız başımızdan getdi. Kişilərimizin geyimlərində artıq zərri elementlər başladı peyda olmağa. Halbuki bu kişiyə xas olan bir şeydir. Xanımlarımızın geyimləri açıq saçıqlığa doğru başladı getməyə. Yaxa açıldı və qollar açıldı. Halbuki bu belədir. Bizim geyimimiz bizim kimliyimizi göstərən bir şeydir. Və Qafqazın ən hündür papaqları məhz Azərbaycan türklərinə aiddir. Mən hər zaman söyləmişəm, Herodotun əsərlərində, tarix əsərində belə əfsanə də olsa, amma bu tarixin mənbəyi oradan götürülür və Herodot bizləri, yəni biz Massaget türkləri, burada yaşayan türklər, Herodot bir adı da hündür papaqlar olub. Şiş papaqlar və Qafqazın ən hündür papaqları və o kişinin nə qədər yəni qüvvətli olmasını, nə qədər mərd, igid olmasını göstərirdi. Və təəssüflər olsun ki, Sovetlər zamanında bəzi rəqslərdə ümumən bizim papaqlarımız getdi. Bəzi rəqslərdə papaqlarımızın hündürlüyü oldu 11 sant. 11 santı söz yox ki, o dövrdə bilirsiniz, ümumən Sovetlər gələndən sonra şapka mədəniyyəti çıxdı ortalığa. Və bizim... Şapka nəyə deyirsiniz? Şapka yəni bildimi nədir, amma bir izahını... Yəni, bəy papaqlarımız aradan getdi və məcburi şəkildə. Yəni, bizim Həcə Aqil var, Şaxanlı, böyük muğam ustadımızdır. Allah ömrünü uzun eləsin. Ondan duymuşam. Deyir, qapı-qapı, 30-cu illərdə qapı-qapı, yəni Sovetlər zamanında gəzdilər və söylədilər ki, bəy papaqlarımızı başımızdan çıxardın. Həmən. Çünki o bizim kimliyimizi bildirir. Yəni, bizim övladlarımız başımızda milli papağı görəndə soruşacaq ki, ay ata, bu nə papaqdır taxmısan? Və sən məcburən kimliyini danışacaqsan, tarixini danışacaqsan, kimliyimizdən uzaq dursun deyənə xalqımız o şapka mədəniyyəti saldılar. Və bu Stepan Popovlar da bizim sənətimizi, bayaq söylədim, 80-ci ildə bizə elə bir eybəcər formada göstərmişdilər ki, biz hələ də onun altını çəkirik. Və biz hal-hazırda rəqs ansamblında nə ilə məşğuluq? Bizim əsas qayəmiz unudulmuş qədim rəqslərimizi səhnəyə gətirmək. Bizim qonşularımız tərəfindən mənimsənmiş, oğurlanmış rəqsləri səhnəyə gətirmək və bunun kimə məxsus olduğunu bir daha dünyaya göstərmək və elə xalqımızı da bununla yaxından tanış etməkdir. Çox təəssüflər olsun ki, Uzundərə səslənəndə, indi şükürlər olsun, hamı elə Uzundərə deyir. Bir zaman var idi, Uzundərənin səsi gələndə hamısı Məştibat deyirdi. Halbuki, bu belə deyil, sadəcə yəni Məştibat filmində... Bəli, Üzeyir bəy, Məşədini Uzundərə ilə rəqs etdirib deyənə, amma əsl adını xalqımız nə üçünsə unutmağa doğru gedirdi. Elə adını çəkdiyimiz, misal üçün, Elşən bəy, Ənvər bəy, yəni biz özümüz də bu rəqsləri ifa etdikcə, səhnəyə gətirdikcə xalqımız, çünki bilirsiniz, istənilən bir şeyi hər zaman üstünü, tozunu almaq lazımdır. Sən əgər, o misal var bizlərdə, bağa baxarsan bağ ola, baxmarsan dağ ola. Bəli. Yəni, biz gərək sənətimizə öz ailəmizi necə qoruyuruqsa, öz namusumuzu necə qoruyuruqsa, biz milli mədəniyyətimizi də elə o səviyyədə sevib və qorumalıyıq. Rüfət bəy, mənə bilsiniz nə maraqlıdır? Rəqslər, misal üçün, tutaq ki, elə Uzundərədən danışdıqda, Uzundərə musiqisi üzərində hər kəs istədiyi rəqsi mi qura bilir? Yoxsa Uzundərənin artıq sabitləşmiş bir xoreografiyası var ki, bu belə oynanmalıdır? Çox yaxşı, maraqlı sual verdiniz. Deməli, Uzundərə çox vaxt elə qələmə verilirdi ki, xanımların ifa etdiyi rəqsdir. Hətta bir dəfə Allah rəhmət eləsin, bizim gözəl sənətkarımız idi, Kamil müəllim, yəni Dadaşov. O söylədi ki, bəs xanımların rəqsidir. Mən cavanlığıma baxmayaraq etiraz etdim. Dedim ki, Kamil müəllim, Üzeyir bəy Məşədini məhz Uzundərə ilə rəqs elətdiribsə, Üzeyir bəy də bizim rəqsimizi
musiqimizi, tariximizi, kimliyimizi bilən bir insan idi. Bu elə sübutdur ki, bunu ilk növbədə elə kişilər və xanımlar da ifa edə bilər. O ki qaldı xoreografiya, məndən qabaq yəni verilmişdi, yəni quruluşlar, yəni solo xanım ifası var idi, duet forma var idi və mənə yəni sizə qədər daha çox xanımlar rəqs edirdi uzun dərən. Yox, mənim müəllimim Fərhad müəllim Vəliyev elə duet formasını hazırlamışdı və bir gün mənə Özbəkistanın Dövlət Rəqs Ansamblının bədii rəhbəri Ziyoda xanım belə bir xahiş etdi, yəni təklif etdi ki, mən gəlim o akademik ansamblda bir Azərbaycan rəqsi qurum. Və mən söylədim ki, böyük həvəslə, böyük sevinclə gəlib rəqsi quraram və uzun dərə rəqsini dedim ki, hazırlayım. Və fikirləşdim ki, məndən qabaq artıq solo ifa olub, duet rəqsi olub. Mən də xanımlarla, çünki Dövlət Rəqs Ansamblı Baxor sırf xanımlardan ibarət rəqs qrupudur. Və mən o rəqsi 24 nəfər kütlənin masanı ifa elədi və bir nəfər xanım da solo ifa edirdi. O gözəl də rəqs alındı. İndi əslində mən hazırladığım üçün demirəm. Hətta deməli o xoreografiyadan qabaq Ziyoda xanım 6 aydır mənə artıq yəni ünsiyyət saxlayırdı, yəni tanış idik. Şuşada biz tanış olduq, yəni Cıdır düzündə. Və bir gün mən ona öz rəqslərimdən birini, Vətən suitasını göndərdim. Mənə dedi ki, Rüfət, bu xanımların rəqslərini kim hazırlayır? Sözlə. Mən sözlə asıl güldüm, dedim ki, mən hazırlayıram. Necə sən hazırlayırsan? Dedim ki, bu mənim işimdir, bu xoreografiya, yəni xoreoqraf həm kişi rəqsini, həm xanımların rəqsini, həm görsətməyi, həm qurmağı, həm icad etməyi bilməlidir, bu mənim işimdir. Mən artıq, yəni bundan öncə ifaçı idimsə, sırf kişi rəqsi ifa edirdim. İndi xanımların xoreografiyasını mən verməliyəm. Ya o incəlikləri onlara öyrədə bilirsiniz. Yəni onu təbii ki, öyrənmək lazım. Öyrənmişsiniz bunu da. Yəni bu bilirsiniz, mən bayaq söylədim, biz 6 yaşından ömrümüzü bu sənətə həsr eləmişik. Əlvan müəllim Abdullayevin xanım rəqsləri var, misal üçün toy rəqsi. İnanın, bu günəcən heç bir, mən bunu açıq söyləyirəm, heç kəs də məncə inciməz. Bu günəcən heç bir xanım xoreoqraf Əlibaba müəllim Abdullayevin quruluş verdiyi toy rəqsi qədər, bahar rəqsi qədər gözəl sənət nümunəsi səhnəyə gətirməyib. Ümumən xoreoqraf sənəti kişi sənətidir. Necə aşbazlıq, misal üçün, biz öyrəşmişik evdə. Xanım olur. Yəni, amma sənət olaraq kişilər icra bəli. Yəni, xoreoqraf da məhz kişi sənətidir. Çünki dünya səviyyəsinə baxsaq, böyük tamaşaların, böyük balet tamaşalarının, böyük ansambllərin yaradıcıları hamısı kişilərdir. Çünki ümumən xoreoqraf sənəti kişi sənətidir. Çünki xanım kişiyə rəqs öyrədəndə kişi biraz biədəb formada başlayır rəqs eləməyə, mən də demək istəmirəm. Yəni o incəlik yaranır. Kişinin rəqsində incəlik yarana bilməz. Yəni onda xanım xoreoqraflar xanım öyrətməlidir. Xanımlara öyrətsə daha yaxşıdır. Amma kişi xoreoqraflar həm kişi, həm xanım öyrədə bilər. Məsəl üçün, mən sizə indi otursam, saysam bir 20 nəfər dünya şöhrətli xoreoqraf adı çəkərəm ki, hamısı kişilərdir. Onun arasında inanırız ki, mənim ağlıma gələn bir xanım yoxdur ki, hansı ki, yəni dünya səviyyəli bir böyük bir iş görür. Yəni, söhbət Eyfmandan, söhbət Yuri Qırqaroviçdən, Yelizariyevdan, Fokindan və bunlar, yəni, və həmçində bizim sənətə baxanda Əlvan müəllim Abdullayev böyük bir iş qoyub. Fərhad müəllim Vəliyev mənim müəllim olub, böyük bir iş. Yəni, ümumən xoreografiya sənəti, xoreoqraf sənəti bu qəbul olunmuş bir şeydir. Bu kişilərin məşğul olduğu bir şeydir və mən getdim Özbəkistana, o rəqsi orada hazırladım. Sonra qayıtdı, o gəldi, mənə Heydər Əliyev fondundan yəni müraciət olundu ki, Şuşada, Cıdır düzündə Uzundara rəqsi lazım. Və mən söylədim, onu da söyləyeyim ki, yəni söylədim ki, artıq rəqs var, mən hazırlamışam, Baxor rəqs ansambl üçün hazırlamışam. Mümkündürsə, onu elə öz ansamblımızda. Və mən söylədim ki, yox, bizə xanım bəy rəqsi lazımdır. İndi inanırız ki, mən öz içimi artıq Baxorda tam boşaltmışam.
Aha. Yenidən, təzədən yeni bir uzundərə hazırlamalıyam. Çox çətin bir şeydir. Və elə bir uzundərə olmalıdır ki, ondan fərqli olsun. Və mənim bir məşqçim var, Aytən, onu da salamlayıram, gözəl ifasıdır. Və mən onu çağırdım, deməli, maraqlısı xüsusən yəni, istəyərdim qeyd edeyim. Aha, bəli, bəli. Çünki iş prosesidir. İş prosesində və mən gecədən oturdum, musiqini qoydum. Axır öz işimi artıq Özbəkistan Dövlət Rəqs Bizim rəqslərimizdə bir igidlik var, vətən sevgisi var. Adicə yallı rəqsimizi götürək. Yəni yallı rəqsimizi çiyin-çiyinə tutmaq və ya əl-ələ tutmaq və ya qurşaq-qurşağa tutmaq. Bu bizim birliyimiz deyilmi? Və biz, məsələn, bir qohum deyə və kimsə bir-birinlə danışmayanda belə el şənliyində əl-ələ tutan, o artıq onun harca barışmağına səbəbdir. Bu bizim birliyimizdir və inanın, bizim rəqslərimiz çox bir-birindən fərqlidir. Bayaq söylədiyim kimi, misal üçün, Aran yerində yaşayan insanımızın rəqsi bir cür maraqlıdırsa,
dağ massivində yaşayanların rəqsi bir cür maraqlı. Hamısı əslində o qədər söhbətlər var ki, sadəcə burada həm də siz danışa fonda fərqli rəqsləri səsləndirməyə çalışıram. Də hal-hazırda Bəhroz Zeynaldan Xilə rəqsi səsləndirmişəm. Daha sonra Möhlət müəllimdən də 1-2 dənə rəqs orada səsləndirəcəyik. Fonda getsin deyə milli musiqilərimiz. 1-2 mesajımı səsləndirmək istəyirəm. 099 6 907 907 bizim əlaqə nömrəmizdə. Siz də yaza bilərsiniz, zəng edə bilərsiniz. 099 6 907 907. Qonağımız Azərbaycan Respublikasının xalq artisti Rifət Zeynal Xəlilizadə. Zeynalın neydi? Bəhruz Zeynal dedim orada. Rifət Xəlilizadədir. Rəqslərdən danışırıq. 1-2 mesaj səsləndirin. Birinci səsləndirməzdən öncə onu soruşum. Davamçınız var ailədən? Ailədən xeyr. Heç birisi istəmədi. Neçə övlad var? 2 oğlum var. Ay maşallah, Allah saxlasın. Övladlarımızı qorusun. Böyük oğlum Hüseyndir, kiçik oğlum Ömərdir. Allah sağlasın. Mənim də oğlum adım Ömərdir. Adaşdılar. Nə yaxşı. Amma istəmədilər, hə, rəqslə məşğul olmaq? Əslində böyüyü istəmir. Böyüyü futbolla və karate ilə məşğuldur. Atasının uşaq vaxtı ağlaya-ağlaya getmək istəyir məşğul olsun. İndi bu günlərdə istəyirəm aparım Neftçi uşaq klubuna. Aha. Balacası da idmanla məşğul, yəni karate ilə məşğuldur, amma rəqsə marağı var. İdman musiqiyə marağı var. Yəni düzün deyim sizə, bəzən evdə rəqs havalı. Mən indi bütün gün bəzən deyəndə ki, evdə olanda mən onsuz da işimlə məşğulam. Mən onu hərdən nəzər yetirirəm onun o jestlərinə, onun hərəkətlərinə, duruşuna. Onda alına bilər. Təbii ki, özü istəsə mən etiraz etmərəm. Çətin sənətdir, onu deyim ki, çətin sənətdir. Yəni, amma nəysə. Bizim sənətimiz bilirsiniz, yəni cavanlığı sevirdi, yəni bir müddətdən sonra məcburən ayrılırsan sənətdən və o biraz problemlər yaradır həm insan özü üçün, yəni sənəti sevən adam sənətdən uzaqlaşanda çox çətindir. Və onu da söyləyim ki, düzdür, bizim ən böyük problemimiz bizim ata yurdumuz idi, yəni ona da şükürlər olsun Allaha, var olsun Ali Baş Komandanımız, Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qazilərimizə şəfalar versin, torpaqlarımızı azad etdi. Ən böyük problemimiz o idi, mən hər zaman söyləyirəm. Amma rəqqasların da müəyyən problemləri var, elə pensiya problemi. Yəni bizdə pensiya, çox təəssüflər olsun ki, qabaq 20 il rəqqaslar səhnədə işlədikdən sonra, fəaliyyət göstərdikdən sonra pensiya çıxırdılar. İndi bəs? İndi isə hamı kimi 65 yaşında. İndi siz özünüz fikir verin ki, 65 yaşında insan səhnədə heç cür ifa eləyə bilməz və ən çoxu 45 yaşına qədər mümkündür ki, hardasa üz cizgiləri təbii ki, dəyişir. Fiziki, yəni insanın artıq nəfəsi çatmır. Bu idmanın hər sahəsinə aiddir. Yoxsa rəqsdə, misal üçün idman da belədir, müəyyən yaşdan sonra artıq uzaqlaşırsan. Rəqsə də eynidir. Eyni, onlara da 65-dir. İnanın ki, mənim bir idmançı dostum var. Yəni, hər zaman söyləyir ki, mən elə verdim idman çətindir. Söz yox ki, çətindir. Amma mən sizin məşqlərinizə gələndən sonra anladım ki, 2 saat dayanmadan, yəni idmançı əgər çıxırsa ringa, misal üçün, müəyyən bir 3 dəqiqə fasilələrlə rəqsdə elədir. Rəqsdə sən 2 hissəli konsert verirsənsə, inanırsa 2 saat dayanmadan rəqs eləmir və çox çətindir və artıq 40-45 yaşından sonra mümkündür. Fiziki cəhətdən insan bədən çətindir. Və mən inanıram ki, bu xırda problemimizi də inşallah yaxın zamanlarda həll edəcək. Təbii ki, bu siyasi tərəfini, bizim verilişimiz siyasi tərəf veriliş olmadığı üçün çox dərinliyənə getmirik, amma biz bir vətəndaş olaraq inanırıq ki, bu cür çiçəklənən Azərbaycanda hər mövzuya toxunulur onsuz da. Bunun da növbəsi yəqin ki, gələcək. Bu da həll olunacaq. Həll olunmayan heç bir problemimiz qalmayıb. Nəyi nə zaman etdiyini bizim amma məncə də siz bir xalq artisti olaraq bunu dilə gətirib bəlkə də biraz daha tezləşdirməsinə səbəb ola bilərsiniz. Çünki bilirsiniz, yəni müəyyən problemlər yaradır nə üçün? İnsanlar öz övladlarına rəqs artıq vermirlər. Yəni hətta inanırsınız ki, gənclər belə bu problemlərə görə sənətdən uzaqlaşırlar. Yəni mən bu əslində gələcəkdə böyük bir fəsadlar yarada bilər deyənə bunu dilə gətirirəm.
və mənə elə gəlir ki, inşallah bu Məncə həllini də, yaxın yəni, zamanlarda tapacağıq. mütləq ki, siz dayanmadan dilə gətirsəz növbədə biraz bəlkə bu problemimiz də biraz önə çəkilər ki, doğru ən vurğulayırsınız. əsası, inanınız, mən neçə 2 gündür artıq onu düşünürəm ki, şükürlər olsun Allaha ki, biz əmin-aman olan bir ölkədə yaşayırıq. Çox bizim, şükür. Yəni inanın bizim sağımız da, solumuz da. Yəni. Mən inanın o gün bir şəkilə baxıram. Yəni təyyarələr ancaq Azərbaycanın üzərindən uçurlar. Və inanın şükür eləyirəm və bunu hər kəs dərk eləyib şükür eləməli ki, bu gün Azərbaycan Ən sakit ölkələrdən ən əmin-aman ölkədir. Birisi yox, bu bölgədə ən əmin-aman ölkə bizimkidir. Alovun içində saxlayırlar bizi. Şükür Allaha ki. Və bu bizim mədəniyyətimizə də bağlıdır ya. Bəli, İnanın, bəli. əmin-amanlıq olmasa mədəniyyət də olmaz. Bizim Bəli. milli kimliyimiz də yetər. Yəni biz bunun qədrini bilib ancaq şükür eləməliyik və dövlətə, dövlət siyasətinə sadiq olmalıyıq və dəstəkləməliyik. Ancaq. Bəli. Qonağımız musiqi ifaçısı deyil deyəcəm, oradan deyəcək ki, düz demirsən. Musiqini səhnədə canlandıran ifaçıdır, rəqqasımızdır. Azərbaycan Respublikasının xalq artistidir. Azərbaycan Dövlət Rəqs Ansamblının bədi rəhbəridir. Rüfət Xəlilzadə qonağımızı danışırıq bayaqdan. Bax elə Rüfət bəy, sizdən onu soruşmaq istəyirəm ki, Möhlət müəllimi də salamlayırıq. Bu yaxında yenə qonağımız olacaq. Çox sevirik. Xətrin dünyalar qədər çox istəyirik. Həm gözəl insandır, həm dəyərli sənətkardır. Bəlkə də bizi dinləyir, çünki çox vaxtı bizi yolda dinləyir o. Dinləyirsə də, dinləmirsə də salam deyirik. Bütün bizi dinləyən dinləyicilərimizə, xüsusən də sənətkarlarımız varsa dinləyənlər arasında onları da salamlayırıq. İfa edərkən rəqs deyilir ki, misal üçün, filan yer üçün, tədbir üçün rəqs qurmalısınız da. Adətən hansı ifaçıların rəqslərinə üstünlük təşkil edir? Yoxsa siz baxırsınız ki, filan rəqsi istəyirəm, baxım görüm kim yaxşı ifa edibmi? Yoxsa filan sənətkarı çox sevirəm, ondan bir rəqsimi götürək? Yox, ümumən bizdə rəqs ansamblında biz bilirsiniz, yeni proqramı yığanda çalışdıq ki, yəni bizdən öncə olan sənətkarların, layiqli sənətkarların rəqslərini də irs olaraq proqramda saxlayaq. Məsələn, Əlibaba müəllimin rəqslərini, Fərhad Vəliyevin rəqslərini səhnədə saxladıq və yeni quruluşlar başladıq verməyə. Və təbii ki, yenilik mütləq lazım olan bir şeydir, amma o yenilik milli köklər üzərində olmalıdır, milli ruh üzərində olmalıdır və hər rəqsə də yeni quruluş verəndə təbii ki, istənilən rəqsi quranda kiminsə üzərində başlayırsan canlı. Rəqqaslar yoxsa sənətkar? Yox. Musiqi? Rəqsi quran adam, sansun, hansısa bir solistə baxır və o solistin o soloya, o rəqsə yaraşdığını görür və onun üzərində başlayır çalışmağa və mən adətən elə çalışıram. Çünki bilirsiniz, hər insanın necə xasiyyəti varsa, onun ifa tərzində də o öz xasiyyətini göstərir. Bir də deyirlər ki, insan işini çox sevəndə, ümumiyyətlə, hər yerə işini aparır, fərqi yoxdur. Harada olursa olsun, o həmişə işdədir. Yəni, siz rəqqas olduğunuz üçün, yəqin ki, toya gedəndə belə, yəni qonaq kimi gedəndə belə, hamının rəqsinə baxırsınız da, kim necə oynayır? İnanılır ki, bəzən olur ki, və olub da, misal üçün, mən bir el şənliyinə düşdüm və orada bir yaşlı bir ağsaqqal, yallı, yəni yallıbaşı deyirlər. Yallının başında gedən insan idi. Mən onun bir elementini, inanınız belə götürdüm. Oğurladınız. Yaxşı mənada. Sənəti oğurlamaq yaxşı şeydir. Mən onun elementindən mənfi yazmayaq sözümüzü. Mən bizim Şərur bölgəmizdə ən qədər yallılarımız var. Və Təncərə yallısı bizim ən gözəl yallılarımızdan biridir. Və mən hər zaman söyləyirəm, mənim elə bir xoreograf kimi bəxtimə yazılıb ki, ən çox yallıya quruluş verən xoreograflardan biriyəm, bəlkə də birincisiyəm. Bir dostum söylər ki, balamsan, Naxçıvanlı deyilsən. Dedim, mən həm Naxçıvanlıyam, həm Bakılıyam, həm Qazaxlıyam, həm Qarabağlıyam, mən Azərbaycanlıyam. Yəni, və inanınız ki, o el şənliyində o ağsaqqalın bilmədim kimdə, elə gözəl şəkildə o rəqsi ifa elədi ki, mən onun bir elementindən qidalanıb 5 dəqiqəlıq təncərə yallısı hazırladım. Yəni, olur ki, bəzən... Bir elementdən 5 dəqiqəli bir yallı... Ümumən yallılarımız bir
və uzağı iki element üzərindədir. Yəni el şənliyində. Məsəl üçün Ağbaba yallısı bizim Qərbi Azərbaycanımızda Ağbaba mahalı var. Aha. Və bir element üzərindədir və onu ilk dəfə belə psixomosun mən gətirdim professional səhnəyə və bir element üzərində idi. Mən məcbur idim o elementin üzərində öz xoreografiyamı icad eləyim və o mütləq fürsətdən istifadə edib istəyirəm söyləyim ki, yəqin xoreograflar da məni dinləyəcək. Məsələn, el şənliyində, xalqın folklorunda hansısa bir rəqs var. Aha. Sən baxmalısan o rəqsin yəni ifa tərzinə və əgər səndə o vergi varsa, o Allah vergisi varsa, sən o elementin üzərində öz xoreografiyanı yaradacaqsan. Və mən o Ağbaba yallısında, Təncərə yallısında, Qaladan Qalaya yallısında, Köçəri yallısında, yəni ən gözəl rəqslərimizdir. Öz xoreografiyamı yaratmağa bacarmışam. Və şükürlər olsun ki, bugün bizim professional səhnəmizdə Qərbi Azərbaycanımızın yallıları artıq var. Və Allah nəsib eləyəcək, yeni xoreografiyalarda məhz Qərbi Azərbaycana aid olan gözəl rəqslərimiz var. Yəni orada bir aşıq havamız var, İrəvan çuxur. İndi Allah qismət eləsə ona yeni xoreografiya hazırlayacağım, aşıq havasıdır. Və yaxud xanımların da üzr istəyirəm bir rəqsi var, o adı Dilicandır. Aha. O da yəni bölgəmizin adıdır, bölgə adıdır. Onu da Allah qismət eləsə, onu da yeni Allah nəsib eləsin. Gözəl günlərdə, gözəl rəqslərinizi canlandırarsınız. Ürəyinizdə olan o xəyallarınızda olan rəqsləri. Yaxşı, bəs bugün adətən bunu el şənliyində adi insanlardan tutmuş, artıq rəqs qruplarında da bunu görürük. Xanımların oğlan kimi rəqs etməyi. Düzdür, zamanımız elə zamana gəlib çıxıb da, daha doğrusu bu sözü artıq ağzımdan yığışdırıram, zamanın bir günahı yoxdur. İnsanlar elə bir yerə gəlib çıxıb ki, zaman eyni zaman, dünya eyni dünyadır. Allahın verdiyi təbiət də öz yerindədir, yorulmadan günəş çıxır, ay batır, ay çıxır, təbiət yerində. Dəyişən insanlardır. İnsanlar düzdür, elə yerə gəlib çıxmışıq ki, onsuz da qadınlar normal həyatda da kişiləşirlər. Kişi məsuliyyətlərini öz üzərinə götürmək məcburiyyətində qalırlar. Ha istəyərik, ha məcburiyyətdən fərqi yoxdur. Amma bu artıq rəqslərdə də özünü göstərir. Bilirsiniz, mən sizə deyərdim ki, ümumən ritmli, rəqsli insanın xasiyyətinə, kimliyinə təsir edən bir faktordur. Və çox təəssüflər olsun ki, bugün biz də onu izləyirik. Yəni, hətta inanınız, mən bəzən baxıram, profesional adlanan kollektivlər belə baxırsan ki, yəni qızlar kişi sayağı başlayırlar rəqs eləməyə, nağara ilə rəqs eləyirlər, balam nağara kişi sənətidir və qızlar görmüşəm mən yəni o yanlışdır. Yəni bilirsiniz Natiq Şirinov bizim nağaranın necə deyirlər simvoludur da bu yəni Azərbaycan. Onun xasiyyəti də, onun o yəni nağara ifası da, yəni məncə o gözəldir. Amma yəni el şənliklərində bu kişi sayağı rəqslər həqiqətən xoşa gəlməz bir haldır. Yəni olmamalıdır. Çünki xanım zərifliyi, xanım o xatınlığı rəqsində öyle onun süzməsi, onun o nazı, işbəsi, xanım xatınlığı, onun elə gözəlliyi ondadır. Mən bayaq da söylədim, necə ki kişi giyimində, misal üçün kişi giyimin nə qədər ciddi olarsa, zərdən uzaq olarsa, yəni daha ciddi bir sima yaranarsa, o qədər yəni o dəyərlidir və ona adam istəyir, baxdıqca, misal üçün, məndə 5000-ə yaxın köhnə arxiv şəkilləri var, bəylərimizin şəkilləri var. İnanınız, bir araşdırmışam, bir bəyimizin üzərində bir zərri element yoxdur. Amma indi var. Toyda belə, el şənliyində belə, səhnədə belə, gələdə, rəqqaslarda, bəylərdə var. Olmamalıdır, çünki bilirsiniz, siz zərli naxışı deyirsiniz də olmamalıdır. Olmamalıdır. Yaponların, misal üçün, milli giyimi var, kimono. Siz bir nöqtə belə onun üzərinə qoya bilməzsiniz. O, yəni, cinayət sayılır. Bizim zamanımız bitir deyəsən. Yox. Biz orada prodüserimizlə danışırıq göz qaşına. Və bizə nə gəlir? Bu da bizim tariximizdir. Bugün axı səhnədə belə var bəylərin geyimlərində. Varsa da olmamalıdır. Butanın naxışı belə zərlə işlənir. Gözəldir. Bu da bizim milli ornamentimizdir. Xanımların giyimində
başörtüyündə olması mütləqdir və o gözəldir. Amma kişi geyimi nə qədər ciddi olsa, misal üçün inanın mən hara gedirəmsə fikir verirəm, xalqımızın əksər hissəsi öz kişi geyimini ciddi, hətta bu gün əgər ciddidirsə, yəni elementlərdən bu gün bizim kişilərimiz uzaqdırsa, bizim babalarımız necə olur? Babalarımız biz elə o ruhda biz o mərdliyi, igidliyi öz atalarımızdan, öz böyüklərimizdən öyrənmişik. Biz onları niyə o vəziyyətdə göstərməliyik? Onun üçün bu da yenə də gəlir xoreografların xətasına. Bayaq söylədim ki, o 80-ci ildə olan xəta, o erməninin rəqs ansamblının yəni başına kimlərsə gətirdi və bu hələ də bu savadsızlığın, ya bu savadsızlığın ucbatındandır, ya da bu bilərəkdən xainlik. Yəni, bilirsiniz, əgər mən öz tariximi heç cürə dəyişə bilmərəm, mən öz dilimi necə qoruyuramsa, öz tariximi necə qoruyuramsa, bu rəqs də sənin canlı tarixindir. Heç kəsin ixtiyarı çatmır ki, bizim milli geyimlərimizi, milli rəqslərimizi dəyişsin. İnkişaf elətdirmək olar. Mütləq inkişaf da lazımdır. Sən xoreografiyanın cizgilərində, xoreografiyanın texnikasında, musiqinin ifa tərzində, aranjmanında yeniliklər mütləq lazımdır və bugün bizim proqrama siz nəzər yetirsiniz. Mən artıq Dövlət Rəqs Ansamblında udarnik deyilən bir instrument var. Zərbəli. Yəni, bas gitarı, bu, yəni öncə yox idi. 3 dənə klaviş var. Yəni, bu səslənməni daha da möhtəşəm eləyir. Bu yeniliklər gözəldir, bu daha da güc-qüvvə verir bizim proqrama. Amma mən məsəl üçün bizim rəqslərimizdə kişinin belə qamətinin əyilməsi yanlışdır. Çünki o hündür papaqla əyilsəydi, papaq yerə düşə bilərdi. Papağın da yerə düşməsi biz Azərbaycan türkləri üçün bir eyibdir. Və bizim heç bir rəqsimizdə kişilərin belə əyilərək rəqs etməsi yoxdur. Mən bəzən baxıram, bəzi özlərində xoreograf deyən insanlar kişilərimizi nə üçünsə qamətini elə əyməklə məşğuldurlar. Kişinin qaməti nə qədər şax olsa, o onun bəyliyini, onun igidliyini, onun qoçaqlığını göstərir. Bizim rəqslərimizdə əyilərək rəqs etmək yoxdur. Və anında da seçilirlər, o rəqsi doğru şəkildə oynayanlar. Yəni, bilirsiniz, yenə deyirəm, heç kəsin ixtiyarı çatmır ki, məsələn, Afşarlar imperiyası olub, bizim fəxrimizdir. O Nadir Şah Afşar mənim ən çox sevdiyim sərkərdələrdən biridir. Kimsə gəlib deyə bilər ki, Nadir Şah Afşar olmayıb, Məmməd Şah Afşar olub. Yanlışdır, heç kimin də buna cürəti çatmaz. Və heç kimin də cürəti çatmamalıdır bizim milli bu, çünki rəqs də canlı tariximizdir. Heç kəs bunu etməməlidir ki, bizim rəqslərimizi inkişaf bir başqa şeydir, millətin xasiyyətini rəqsdə dəyişmək bir başqa şeydir. Yəni, kişilərimiz əgər kişi kimi ifa eləyibsə, və yaxud söylədiyim kimi sən kişiləri incə rəqs elətdirə bilmərsən, xanımlarımız əgər incə rəqs eləyibsə, sən onları kişi kimi rəqs elətdirə bilmərsən. Edirsənsə, ya savadsızlığından və yaxud söylədiyim tarixdən, bixəbərliyindən irəli gəlir, ya da ki, neysə, ya da ki, nöqtələr qoyuruq, özünüz doldurarsınız. Bir neçə mesajımızı səsləndirim. Sağollaşmazdan öncə istəmirəm ki, onların dinləyəcəyimizin mesajı. Ən azından o ilk yazılanları oxuyum. Rüfət Xəlilzadə gəlib, nə gözəl rəqs mədəniyyətimizin davamçılarına salam olsun. 1044 deyir. Salamlayıram hamınızı. Mənə maraqlıdır. Dəyərli qonağımız heç olubmu? Səhnədə çıxış zamanı rəqsin hansısa bir hissəsini adətən fərqlidir və bununla da hissə daha güclü alınıb, həmən hissə. 74-93, yəni özünüzdən əlavə yenilik nəsə bir. Bilirsiniz necədir, yəni profesional rəqsdə yəni improvizə olmamalıdır, səhnədə olmamalıdır. Ola bilər, sən insansan təbii, robot deyil, nəysə unudasan və unutduğun üçün improvizə eləyəsən. Yəni olur, biz insanlıqda, məsəl üçün, nəysə insan unudur səhnədə, çünki səhnə başqa bir həyat, başqa bir aura, başqa bir aləmdir. Yəni, sən ora düşəndə artıq bu dünyadan ayrılmış olursan, başqa bir səhnə dünyasına daxil olursan və orada ola bilər ki, nəyisə unudasan və başqa bir jest eləyəsən və o jest
olduğundan da yaxşı görsənsiniz. Amma bilərəkdən improvizə eləmək, yəni bu Düzgün deyil. qeyri-professional olmaz. Salam, yaşı kiçik olsa da övladım da rəqsə maraq hiss edirəm övladımda. Bilmək istəyirəm ki, uşaqlara rəqsi neçə yaşdan öyrətmək daha düzgündür? 34-67. Ümumən 6 yaşından məşğul olsalar da, mən elə özüm də 6 yaşından məşğul olmuşam. 6 yaş normada artıq uşaq sağını solunu bilir və artıq 6 yaş məncə yaxşıdır. 6 yaş daha məsləhətlidir. Biz yavaş-yavaş yekunlaşdıracağıq. Düzdür, çox söhbətlər eləmək istirdik. Biraz daha rəqsin xoreoqraf tərəfini, xoreografiya tərəfini, bədii rəhbər olaraq ən çox buralardan danışdıq sizinlə, düzdür. Amma yəni daha maraqlı suallar da qaldı orada. O heç gələn dəfə mütləq buralar da çox maraqlıydı. Bu daha çox belə deyim də məlumatlandırıcı, həqiqətən də faydalı məlumatlarla dolu olan bir efir oldu. Mən əminəm ki, bizə maraq göstərən, dinləyən dinləyicilərimiz də biraz aydınlandılar. Rəqsimizi də qorumaq lazımdır. Necə ki, milli musiqimizi qoruyuruq, rəqsimizi də qorumaq lazımdır. Elə ona görə də bugün qonağımız siz idiniz ki, milliyyət deyəndə, bizim incəsənətimiz, mədəniyyətimiz deyəndə elə ən başda da rəqsimiz gedir. Çox sağ olun, gəldiyinizə görə. Siz sağ olun ki, dəvət eləmişsiniz. Mən fürsətdən istifadə eləyirəm. Bizim gözəl aylarımızdan biridir, Ramazan ayıdır. Allah qəbul eləsin oruçları. İlk növbədə sağlamlıq, uzun ömür, həm bugün martın artıq ikisidir, yəni bahardır, bahar ayıdır, gözəl ayıdır. Əsas odur, dünyamız salamat olsun, dövlətimiz, dövlətçiliyimiz yaşasın, var olsun. Biz də bir vətəndaş olaraq, vətəni sevən insan olaraq vətənimizin, dövlətimizin, mədəniyyətimizin hər zaman keşiyində duraq və fürsətdən istifadə edib xalqımıza söyləyirəm ki, milli rəqsimiz gözəl bir sənətdir və övladlarımızı, şərt deyil ki, övladımız rəqqas və ya rəqqas olsun. Amma bu ruhu öyrəndikcə özünüz görəcəksiniz ki, nə dərəcədə övladlarımız vətənpərvər olacaq, milli musiqini sevəcək, rəqsi sevəcək, milli rəqsi sevəcək, milli geyimləri sevəcək və istənilən sahədə sonra məşğul olanda o hər zaman Azərbaycan eşqi ilə yaşayacaq. Siz sağ olun, fəaliyyətinizə görə, rəqsimizi ən gözəl şəkildə təbliğ, təmsil etdiyinizə görə, tədris etdiyinizə görə, bugün danışarkən belə öz, belə deyim, üslubunuzla, öz danışıq tərzinizlə, oturuşunuzla, fikirlərə, suallara yanaşma tərzinizlə belə o disiplin var da, yəni o bilinir ki... Disiplin olmasa kollektivdə işləmək qeyri-mümkündür. O disiplin özünü fəaliyyətinizdə, işinizdə də büruzə verdi. Təşəkkür edirik bir daha. Çox sağ olun. Biz sizi yenə qonaq gözləyirik. Gələn dəfə biraz daha fərqli suallarla sizi qonaq gözləyirik. Rüfət Xəlilizadə idi qonağımız. Əziz dinləyicilərimiz, xoreoqraf, Azərbaycan Dövlət Rəqs Ansamblunun bədii rəhbəridir. Azərbaycan Respublikasının xalq artistidir. Ən gənc yaşında, 26 yaşında xalq artisti adını alıb. Rüfət Xəlilizadə ilə söhbət elədik. Əminəm ki, bizə nə qədər xoş idisə, sizə də elə o qədər xoş oldu. Gələn görüşlərə qədər deyirik. Özünüzə yaxşı baxın.